Kaledonya. Hoş geldiniz. Peşekar barberler. Hanım ve beyler için nəzərdə tutulmuş gözəl kabinetlər. Gülərüz personal. Canlı musiqi. Mən səni heç vaxt heç kimə dəyişməm. Ən əsası, Ruzi ilə mənim adıma bura gələn müştərilərə 50% endirim var cümləsində neçə dənə samit var sualına kim düzdür cavab verir? Bizim səhifəmizin altda komentar. Hala çiğdə də düz qaparma, yenə bambılı danışırsan. Kanka iPhone X değil bu. Mav Lounge. Gülərüz personal. Klam sendin sana. Pizza mı? Yemezsinler. Sonra ne var evde? Möhtəşəm qəlyanlar. Peşəkar barmen. Keyfiyyətli, sərfəli və ucuz. Buyurun hesabınız. 1400 mü ha? Bəli. Alayla bir bazarlıq eləmişəm ha burada. 1400'dədir ha. Və ən əsası, Mav Lounge-a mənim adımdan gələnlərə 50% endirim cümləsində neçə dənə sabit var. Təzə bir dənə anekdot eşitmişəm. Danışacağam, çağırılasın gülməkdən. Deməli bir dənə şahın qızı itir. Şah 3 nəfər çağırır yanına, Rus, Azərbaycanlı, İtalyanlı. Deyir, kim mənim qızımı meşədə itir, onu tapsa, ona bütün var dövlətimi verəcəm. Tapanmayan boynum vuracam. Obşum, Rus girir meşəyə 1 gün, 2 gün, 3 gün, 4 gün, 5 gün, bir həftə tapanmır Rusun boynunu vururlar. İtalyan girir meşəyə 1 gün, 2 gün, 3 gün, 4 gün, 5 gün, bir həftə, 10 gün, bu da tapanmır, bunu da boynunu vururlar. Azərbaycanlı girir meşəyə. Azərbaycanlı girir meşəyə 1 gün, 2 gün, 3 gün, 4 gün, 5 gün, 10 gün, 1 ay axtarır, bütün deşiklərə girir baxır. Başlayırıq Azərbaycanlı da. 1 ay, 2 ay, 3 ay, bu da tapanmır, bunu da boynunu vururlar. O çok üzr istəyirəm. Axırın söylediğin söyüş neydi? Bu. Ehlen bika ledeyne tam latif vicdani mümtazin mükemmeli Azerbaycani kebabı. ولاعة Şit diyelim ha, yerice dur da pomidor yumurta. Kardeş kal, rentekarı gönder geçsin. Yeri pomidor yumurta geldi. ولاعة حد يجيب الولاعة. Cemaat, mərhumun ruhuna bir salavat. Rahmetliyi nasıl bilirdiniz? İyi bilirdik. Götün önde giden iyiydi. Estağfurullah benim babam. Nasıl bilirdiniz? İyi bilirdik. Puştun tekiydi. Estağfurullah. Nasıl bilirdiniz? İyi bilirdik. Ben onun suratının tam ortasına sıçayım. Hakkınızı helal ediyor musunuz? Et dök gitti. Aa hakkım asili. Estağfurullah.
Helal ediyor musunuz? Ettik gitti. Eğer hakkın varsa götünden çıksın. Allah! Hakkını helal etsene lan sikiyorum. Hocam